Moskva Bakı ilə münasibətlərinin bütün potensialını açmaq niyyətindədir. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova xatırladıb ki, mayın 9-da Moskvada keçirilən qələbə paradında Azərbaycandan olan parad bölmələri iştirak edib. Liderlərin iş qrafikinə gəlincə isə, birincisi, bu artıq prezident administrasiyasında müzakirə olunub. İkincisi, müxtəlif şeylər baş verir. Amma sadəcə olaraq aşkarı görməməkdə yanlış, ədalətsizlik və yeri gəlmişkən çox təhlükəlidir, diplomat vurğulayıb. Mariya Zaxarova qeyd edib ki, Moskva Bakı ilə münasibətləri 2022-ci ilin fevralında ən yüksək səviyyədə imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə əsasında qurur. Onun sözlərinə görə Moskva və Bakı hökumətlər və xarici siyasət idarələri arasında bir sıra yüksək səviyyəli əlaqələr həyata keçirir.